İndi bu nədir? Çəkirəm, görəsiz ki, biləsiz ki, bura haradır? Bura İrandır. Bu nədir? Gəliblər cəmaatın, bunlar dağda yaşayan cəmaatdır. İndi biraz şəhərdən yuxarı tərəfdə belə deyək. Cəmaatın, deyək ki, indi bir damcı yer tikiflər özlərini, olanı sökürlər. İranda nədir? Təbliğatdan gedir. Başa düşdünüzmü? Təbliğat Quranla gedir. İndi bu harda belə buyurulub ki, cəmaatın evini sökmə, hələ dinlə gedirlər, İslamla gedirlər. Görürsünüzmü? Təbliğat belə mi aparır Xümeyni təbliğatı? Sadəcə olaraq bu reallıqdır. Bunu görmək lazımdır, bunu bilmək lazımdır. Və mən sizə deyəndə ki, İranda təbliğat düz getmir, deyirsiniz ki, belə. Azərbaycanı başa düşdük, Azərbaycan cinayət kitabı ilə gedir. Bunu bildik. Söhbət Quranla gedir, Quranla gedirlər orada, İranda. Təbliğatda başqa cürə gedir. Cəmaatın evi sökür. Quran deyir evi sökür cəmaatın. Yoxsa Quran deyir ki, evi tik cəmaatın. Görürsünüzmü? Yəni, özünüz oturun fikirləşin. Başa düşdüm, traktor zadı gətirir, əlləriniz dokumenti alıb, bunun bu qeyrəti olsaydı, bu əlindəki dokument olan, birincisi o traktor sürəni sökməz cəmaatın evini. Başa düşdünüzmü? Bax, bu istəyir oradan kimlər deyir, deyilməsin. Bu İslam deyil o şey. Başa düşdünüzmü? İslam bunu demir. Başa düşdünüzmü? Deyəndə ki, bu alimlər hələ də indi bu müştehidin dalınca kimlər ki gedir, azmışlardan olur ha. Çünki Allah demir ki, ev sök. Başa düşdünmü? Gördünüzmü? Ev yıxanlardılar. İndi ayrıca oradakı alimlər, oradakı müştehidlər, pişnamazlar İranda bunu görürlər, bunu bilirlər, bunu tanırlar, bunu susurlar və buna qarşı çıxmırlar. Bu nə deməkdir? Bu da o deməkdir ki, yəni ki, ayrılın cəmaat, başa düşdünüzmü? Sizin təbliğatınız düz getmir. Başa düşdünüzmü? Bax budur. Siz bilmirsiniz İslamın anlayışı nədir ümumiyyətcə. Başa düşdünüzmü? Budur. Siz bilsəniz İslamın anlayışı nədir, cəmaatın belə evini sökməz. Bax gördünüz, sökürlər. İrandır. Dağ tərəfdə yaşayır cəmaat. Oradan gəlib də traslan sökür. Görürsünüzmü? Acı bir dənə daxma tikibdir, yazığın orada yeməyini pişirmək üçün. Görürsünüzmü? Cəmaata zülüm verirlər. İran kimi yerdə hələ, Quran olan yerdə hələ. Qaldı ki, belə bir yerdə zülüm verməsə, ayılanlar. Deyirəm sizə, ayılan inanmısınız mənə. Deyirəm, bunların hamısı əsirlikdədir, inanmısınız mənə. Gözün yazıq arvadı orada daşlayır traktoru. Sökür də cəmaatın birbaşa evini sökür. Görürsünüzmü? Deməyəm nə? Deməyəm odur ki, ayılan. Ayılın harda yaşayırsınız? Başa düşdünmü? Bu cəmaata niyə zülüm verirlər? Görürsənmi? Hələ İrandır. Quranla gedir ha. Budur mu? Bunlar da gedirlər yalandan orada otururlar. Gündə 5 kürə namaz qılırlar. Güya İmam Rızanı ziyarət elədilər. Həmin bu müştehidlər. Gördünüzmü? Amma cəmaatın evini söktülər. Təbliğatdır mı bu? Sizcə bu təbliğatdır mı? Görürsünüzmü? Yox, əlbəttə ki, Allah belə şey bəyənmir. Gözünə arvad daşlayır traktoru. Görürsən? Gözünə də cəmaat işgəncə verirlər. Ona görə deyirəm, ayrılın.